Almaniyanın Bonn şəhərində BMT-nin iqlim üzrə subsidiar orqanlarının 62-ci sessiyası çərçivəsində konferans davam eləyir. Tədbirdə iqlim dəyişikliyi ilə bağlı mövcud qlobal vəziyyətin təhlili, COP30-a hazırlıq, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi zamanı götürülən öhdəliklər və təşəbbüslər barədə müzakirələr aparılır. İndi biz Bonna birbaşa bağlanırıq. Ətraflı məlumatı xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, sizi salamlayıram. Buyurun, təfərrüatları sizdən eşidək. Cavid, bəli, iqlim icması BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konferansının 30-cu sessiyasına, yəni COP30-a hazırlıq məqsədi ilə keçirilən illik iyun iqlim görüşləri üçün yenidən Bonn şəhərinə toplaşıblar və iyun iqlim görüşlərində vətəndaş cəmiyyət üzvləri dəhlizlərdə aksiyalar keçirərək iqlim tədbirlərinin təcili və zəruri olduğunu bir daha vurğulayırlar və elə arxada yazıldığı kimi meşələri məhv etməyi dayandırın deyə bildirirlər. Əvvəllər olduğu kimi bu dəfə də iclasın açılışı danışıqlar gündəliyi ilə bağlı fikir ayrılığı səbəbilə gecikdi və 2 həftə əvvəl Həmfikirlər qrupu yardımçı orqanlarının gündəliyinə 2 əlavə məsələnin ticarəti məhdudlaşdıran birtərəfli tədbirlər və inkişaf etmiş ölkələrin iqlim maliyyəsi təminatı daxil olunması təklif edilmişdi. Gündəliyə dair məsləhətləşmələr dünən axşam saatlarına qədər davam elədi və yardımçı orqanların sədrləri çıxış yolunu tapmaq məqsədi ilə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü. Plenar iclas nəhayət saat 21:30-dan bir qədər sonra başladı və təklif olunan hər iki gündəlik məsələsi ilə bağlı fikir ayrılıqları davam elədi. Plenar iclas gündəliklərlə bağlı razılıq əldə olunmadan dayandırıldı. Gün ərzində qlobal adaptasiya məqsədinə nail olunmasına dair tərəqqini izləmək üçün bugün indikatorlarla bağlı seminar keçirilməsi nəzərdə tutulur. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Çox sağ olun Günay, təşəkkür edirəm sizə.